Dünyada qum qaçaqmalçılığının baş verdiyini bilsəniz, yəqin ki təəccüblənərsiniz. Axı qum hər yerdə var, elə deyilmi? Amma reallıq daha qorxuludur. Qum çıxarmaq ucuz, asan, lakin bir o qədər də qanlı bir biznesdir. Bugün qum uğrunda cinayətkar dəstələr vuruşur. İnsanlar qətlə yetirilir. Bəs necə olur ki, adi bir qum dənəsi bu qədər böyük bir tələbata və zorakılığa səbəb olur? Qum müasir sivilizasiyanın gizli təməl daşıdır. Gördüyünüz beton binalar, asfalt yollar, şüşə pəncərələr, hətta cibinizdəki smartfonun daxilindəki silikon çiplər hamısı qumdan hazırlanır. Hətta ağlınıza gəlməyən yerlərdə, kosmetikada, şərab istehsalında, boyalarda və rezinlərdə belə qum var. Hər il dünyada 50 milyard ton qum və çınqıl istifadə olunur. Təsəvvür edin, bu miqdarla bütün Argentina ölkəsini 1 sm qalınlığında qum qatı ilə örtmək olar. Bəs sual yaranır. Səhralar qumla dolu olduğu halda niyə qıtlıq yaşanır? Why? Çünki səhra qumu tikinti üçün yararsızdır. Külək dənəcikləri o qədər hamarlayır ki, onlar betonda bir-birinə yapışmır. Bizə lazım olan isə çay qumudur. Onun iti kənarları betonu daha möhkəm və daha davamlı edir. Məhz buna görə də çaylarımızın dibi sürətlə talan edilir. Qum bazarının illik dəyəri 165 milyard dollara çatır. Lakin problem burasındadır ki, bu məbləğin nə qədərinin qanunsuz yollarla qazanıldığını heç kim bilmir. Qum mədənçiliyinə nəzarət edən bir qlobal təşkilat yoxdur. Məsələn, Qambiyada tək bir Interpol əməliyyatı qanunsuz hasilatın dəhşətli səviyyədə olduğunu üzə çıxardı. Son illərdə Meksika, Qana, İndoneziya və xüsusilə Hindistanda qum uğrunda yüzlərlə insan öldürülüb. Qanunsuz qum qanuni quma qarışdırıldıqda onları fərqləndirmək qeyri-mümkündür. Bu da qum mafiyasının işini asanlaşdırır. Bu iş təkcə ekoloji problem deyil, həm də insani faciədir. Fəalçı olan Sumayra kimi insanlar bu talana qarşı çıxdıqları üçün hücuma məruz qalırlar. Sumayra 2004-cü ildə qum mafiyasının hücumundan sağ çıxdıqdan bəri bütün dünyaya bu təhlükəni çatdırmağa çalışır. Çay yataqlarının hədsiz qazılması təkcə balıqları yox etmir, həm də torpaq sürüşmələrinə və böyük daşqınlara yol açır. Bəs alternativimiz varmı? Bəli, var. Köhnə betonları təkrar emal etmək, daşları əzərək süni qum hazırlamaq. Lakin bir problem var. Süni qum bahadır. Təbii qum çıxarmaq bu qədər ucuz və cəzasız qaldığı müddətcə qum mafiyası ilə mübarizə aparmaq demək olar ki, qeyri-mümkün olacaq.